Qonağımızın səsini eşidək, Nurmən sizin də səsinizi eşidək və forumla bağlı bir şirkət direktoru olaraq sizin səsinizi alırıq. Buyurun. Bir daha sizi salamlayıram, həm bizim tamaşaçılarımızı, həm qonaqlarımızı. Biz ümumiyyətlə çalışırıq ki, mən özüm də izləyirəm bunu yaxından hər il marketinqlə bağlı ölkəmizdə baş verən yeniliklər və bu yeniliklərlə paralel olan tədbirlər də çox önəmlidir. Bəli. Biz öz növbəmizdə bu tədbirlərdə çalışırıq ki, həmçinin rəqəmsal texnologiyanın bu sahədə olan öz töhfəsi barədə də bir məlumatlandıraq. Forumun bir mövzusu da elə budur ki, rəqəmsal texnologiyaların marketinqin inkişafında olan rolu barədə. Bu çox maraqlı bir mövzudur və dünya praktikasında artıq istifadə olmağa başlayıb və insanlar bildiyimiz kimi hazırda iqtisadiyyatda rəqəmsallaşır, rəqəmsal iqtisadiyyat isə rəqəmsal texnologiyalar tələb edir. Yəni bunu geridə qoyaraq hər hansı bir inkişafdan danışmaq mümkün deyil. Zaten biz də artıq son illərdə də baxırıq ki, rəqəmsal marketinq anlayışı da tez-tez istifadə olunur və biz də çalışmışıq ki, nəinki rəqəmsal marketinq, rəqəmsal texnologiyaların bu sahədə olan töhfəsini və gələcəkdə hər hansı inkişafı ilə bağlı hansı perspektivdə açdığını bununla bağlı bizim bir mövzumuz olacaq. Orada da əsas istiqamət nədir? Effektivlik, təhlükəsizlik və etibarlılıq. Bu üç konsepsiya rəqəmsal texnologiyanın marketinqdə verə biləcəyi ən yaxşı töhfələrdən ibarət olması barədə belə deyək də həsr olunacaq və bunun praktiki izahları və nəzəri formada biliklər barədə üzərində qurulubdur. Biz bilirik ki, ümumiyyətlə bu rəqəmsal texnologiyalar elmdə, təhsil sektorunda, maliyyə sektorunda, dövlət idarəçilik sektorunda tətbiq olunur, amma marketinq sahəsində barədə tətbiqinin hansı istiqamətləri var, hansı formada artıq tətbiq olunur və inkişaf perspektivləri hara gedir? Bu artıq belə deyək də müasir rəqəmsal texnologiya marketinqlə kalibrasiyası belə deyək də istiqamətində yeni bir mövzu olacaq. Mən inanıram ki, bu dəfə təşkilatçılar, təşəkkür edirəm onlara ki, bu sahədə də belə deyək də maarifləndirmə istiqamətində də bir belə deyək də istiqamət açıblar ki, insanlar, forum iştirakçıları da buradan gəlib faydalana biləcəklər. İnşallah, inşallah. Mövzumuz ki, necə ki, rəqəmsal texnologiyaların marketinqdə tətbiqi və yaxud da hər hansı bir marketoloq bu yeni müasir blockchain texnologiyası, metaverse, NFT texnologiyalardan istifadə edərək burada necə şirkətinə gəlir qazandıra bilər və yaxud da ki, dünya praktikasında hansı belə deyək, nümunələr var ki, biz bunun da eynisini burada tətbiq etsək, necə effektiv ola bilər? Düzdür, ölkə məsələsi var, miqyas məsələsi var, amma ən azından insanlar maariflənməlidir. Bilirsiniz, hər şey maariflənmədən başlanır. İnsanlar anlamalı ki, belə bir şey var və onun sonra tətbiqini öyrənməli və tətbiqindən sonra Azərbaycanda da reallaşa bilər, ilərləşə bilər. Ən azından tətbiq etməni öyrənsinlər, uyğunlaşmanı sonra baxarlar. İlk məqsədimiz nədir? İnsanlar maariflənməlidir. Bəzən baxırsınız ki, illərdir keçilən hətta forumlarda da baxırsınız, eyni mövzular təkrarlanır, amma eyni problemlərimiz yenə qalır. Demək ki, hər hansı formada inkişaf kifayət qədər olmur ki, bu forumlara da ehtiyac qalır. Yəni, həmin insanlar ki, görürsünüz ki, illərdir həmin insanlar çıxış edir, amma illərdir yenə problemlər qaldığına görə yenə tələbat olaraq var ki, bunlar çıxış edilməlidir. Bəlkə dediniz, belə deyək, mövzu ki, toxunum, metaverse məsələndə bu müasir mövzulardan biridir və rəqəmsal dünyadır metaverse, belə qısa dildə desək. Bəzi şirkətlər dünyanın hansı belə deyək də rəqəmsal formada öz filiallarını yaradırlar. Sual yaranır ki, məsələn Coca-Cola kimi brenddir və yaxud ki McDonald's kimi brend niyə getsin metaverse-də bir şöbə açsın və orada belə deyək də müştəri bazasında VR eynəklərlə insanlar girib evdən çıxmadan sanki orada olmuş kimi otaqdan sifariş edirlər və bir neçə dəqiqə ərzində sifarişləri gəlir. Məqsəd nədir? Bu da bir marketinq gedişidir. Bu insanlara brend olaraq tanıtdırmaqdır ki, mən rəqəmsal sektorda da irəlidəyəm. Mesaj budur. Bəli, siz deyəcəksiniz kimi McDonald's kimi tanır, Coca-Cola kimi tanır, amma strategiyanın önündə odur ki, biz istənilən sahədə, offline-da, online-da və yaxud da ki, yeni sayılan rəqəmsal texnologiya sayəsində öndəyik. Onlar bir marketinq geliş. Bəli, satışa böyük təsir olacaq, inanmıram o qədər olsun indiki dövrdə. Amma istiqamət nədir gələcəyə və şuuraltı bir mesajdır ki, mən hətta burada belə irəlidəyəm. Bəli, tamamilə doğru. Yəni, məqsəd nədir? Marketinq gelişidir. Hərdən sual verirlər ki, nəyə lazımdır? Bu online, belə deyək də, mən gedim online, gedim alım hansı yeməyi.
onda sual gəlir ki, vaxt var idi 10 il, 15 il bundan qabaq heç kim təsəvvür eləməzdi ki, hər hansı bir maşını gedib maşın bazarından baxmadan belə almaq olar. Amma indi hər şey onlayn. Müəyyən saatlar var ki, gedirlər orada. İndi də elə. İnsanlar bir tərəfdən də tənbəlləşirlər ki, bir də mən niyə durum yerimdən gedim ofisə. Hazır onlayn sifarişlər var. Qışda 24 saat işləyən sifarişlər var ki, restoranlar işləyirlər. Artıq evdən çıxmadan bütün xidmətləri ala bilirik. Bu da belə, yəni rəqəmsal texnologiyalarda insanlara 10 il bundan əvvəl süni intellekt bizə yuxu kimi gəlirsə, artıq yuxu kimi deyil, reallıqdadır. Bəli. Ruhumuzu belə hiss edirlər. Bəli, artıq bəzi də hətta şirkətlər belə rəqəmsal ödənişlər formalaşdıranlara xüsusi endirimlər edirlər. Bəli. Artıq belə deyək də bir tərəfdən də konsepsiyanı ona görə ki, təşviq edirlər ki, sən mənim artıq rəqəmsal sektorundan mənə müraciət elə, oradan sənə belə deyək də daha endirim eləyə bilərəm ki, bu da insanlara artıq təşviq edir. Həm maddi, həm də xidmət olaraq insan bir keyfiyyətli xidmət alırsan da, bir mədəniyyətdir bu da artıq. Təşəkkür edirik. Reklamdan sonra Forumun özünün müsbət tərəfi nədir? Orada təkcə marketoloqlar deyil də, şirkət rəhbərləri də özü iştirak eləmək müsbətdir. Ən azından marketoloqların alətlərini görə bilirlər, marketoloqların özlərini görə bilərlər. Hansı bir onlar da gəlirlər öz peşəkar həyatlarında və karyeralarında müsbət tərəfləri qeyd edirlər. Hansı ki, uğurlu tərəflər, düzdür, uğursuz tərəflər, amma Allah çalışırlar ki, ən çox uğurlu tərəfləri qeyd eləsinlər ki, bu sahibkarlar da və yaxud ki, biznesmen və sahibkar anlaşılır. Bayaq siz dediniz, adamlar iş adamıdır, Amerika təcrübəsində, bunlar alverçi. Yəni, onlar da hansısa formada birləşib, beyin formada birləşib, bunları anlamalıdır. Bunun da bir növ var, bir yol var, maariflənmək. Həm marketoloqların özləri maariflənməlidir bu sahədə, həm də sahibkarlar maariflənməlidir ki, mən uzun müddətli marketing strategiyasını bilsəm, necə ola bilər və yaxud da ki, marketoloq özü müəyyən bilik və təcrübə ilə gedib sahibkara bir marketing strategiyası buketi təqdim eləməlidir ki, bax, bununla bu müddətlidir, bu uzun müddətlidir, bu da qısa müddətlidir. Bunun maliyyəsi bu qədərdir, bunun feedbacki bu qədər olacaq və bu buket alətləri təqdim eləməli ki, sahibkar seç. Artıq sahibkar da anlamalı ki, hansını seçib hara gedə bilərəm. Bax, mən